Salam yoldaşlar, güvəndən düz xətti bərabər sürətli hərəkətin suallarına baxırıq. Test C. 1. İki cismin hərəkət tənliyi x1 bərabərdir 20 plus 5t və x2 bərabərdir x0 plus 2t şəklindədir. Cisimlərin ikinci saniyənin sonunda görüşdüyünü bilərək başlanğıc anda onlar arasındakı məsafəni deyir müəyyən elə. Görüşüblərsə deməli burada koordinatları bərabərdir. Yəni x1 bərabərdir x2. Bizə deyir ki, ikinci saniyənin sonunda görüşürlər. Onda x1 bərabərdir 20 plus 5-dir. Burada mən zamanın yerinə 2 qoya bilərəm. Çünki ikinci saniyə deyir. Olacaq 20 plus 5 vurulsun 2, yəni 30. Deməli, birincinin son koordinatı 30-dur. İkincinin son koordinatı x0 plus 2-dir. Yəni x0 plus 2 vurulsun 2, x0 plus 4. Şimdi bu iki dənə koordinatı bir-birinə bərabər eləyək, son koordinatları. Onda 30 bərabərdir x0 plus 4, x0 bərabər olur 26. Deməli, birincinin başlanğıc koordinatı 26-dır. Daha doğrusu ikincinin başlanğıc koordinatı 26-dır. x1 20 plus 5 deyildi. Bunun başlanğıc koordinatı 20-dir. Çünki x bərabərdir x0 plus vt tənliyidir. Burada x0 20-dir. Birincinin başlanğıc koordinatı 20-dir. İkincinin başlanğıc koordinatı isə x0 plus 2'dir. Bunu tapdım. Bayaq 26'dır. Onda başlanğıc halda arasındakı məsafəni tapanda 26-dan çıxacağım 20-ni. Davamımız eləcək 6 metr, yəni B variantı. Növbəti sualımız 2 düz xətti bərabər sürətlə hərəkət edən iki cismin hərəkət tənlikləri verilib. x1 bərabər 40 çıx 5t və x2 bərabər vt çıx 20 şəklindədir. Bu cisimlər 4-cü saniyənin sonunda görüşərsə, ikinci cismin sürətini hesablayın deyir. Yenə görüşmə deyir, yenə koordinatlar bərabərləşməlidir və 4-cü saniyənin sonunda görüşmə deyir. Onda yenə burada son koordinatları yazaq və t-nin yerinə 4 qoyaq. Burada olacaq x1 bərabərdir. İkinci sualım. x1 bərabərdir 40 çıxılsın 5t və t-nin yerinə 4 qoysaq 40 çıxılsın 5 olsun 4. Bu bizə verəcək 20. Birincinin koordinatı 20-dir. İkincinin koordinatı vt çıxılsın 20-dir. Yəni 4v çıxılsın 20. T-nin yerinə 4 qoydum. İndi bunları bərabərləşdirək, görüşüblər. Onda olacaq 20 bərabərdir 4v çıxılsın 20. 4v bərabərdir 40. V bərabər olacaq 10 metr bölünsün saniyə. Yəni 2-də cavabımız olacaq C variantı. 2-də C. Davam edək. Üçüncü sualına. Görək üçüncü sualda bizə nə deyir? X oxu boyunca düz xətti bərabər sürətlə iki cismin başlanğıc zonundakı vəziyyətlərinə əsas onların görüş yerinin koordinatını hesablayın. Biz burada birinci koordinat tənliyi yazmalıyıq hər bir cisim üçün. Yazaq. 3. Bu cismin başlanğıc koordinatı mənfi 20-dir. Yəni tənliyim x bərabər x0 plus vt tənliyidir. Birinci üçün yazdım. Başlanğıc koordinatı mənfi 20-dir və sürət x oxu istiqamətində olduğu üçün müsbət olacaq. Müsbət 6-dir. X2 üçün yazsaq, başlanğıc koordinatı 30-dur. Sürət x oxunun əks istiqamətdə olduğundan mənfi 4 olacaq. Mənfi 4-dir. İndi görüşüblərsə bunlar, yəni koordinatlar bərabərləşir, son koordinatlar bərabərdir. Onda iki tənliyi bərabərləsəm, olacaq 10t bərabərdir 50, t bərabərdir 5 saniyə. Deməli, bunlar 5 saniyə görüşüblər və görüş yerinin koordinatını istəyir. İkisindən birinə də qoya bilərik, ikisinə də qoya bilərik. Fərqi yoxdur. Mənfi 20 plus 6 vur. T-nin yerinə 5 qoydum. Onda bunun son koordinatı oldu 10. X2-sini yazsaq 30 çıxılsın 4 vurulsun 5, bu da 10. Yəni hər ikisi 10 koordinatdan gəlib görüşüblər. Yəni bura gəlib görüşmə olub. Cavabımız olacaq B variantı. 3-də B. 4-də 2 maddi nöqtənin koordinatının zamanlısı qrafiklər vermişdir. Görüşənə kimi ikinci maddi nöqtənin getdiyi yolu deyir hesablayın. Görüşənə kimi ikinci koordinat nə qədər yol gedib. Mən görürəm ki, ikinci cisim, yəni bu 25-də başlayıb, görüşəndə 5-də qutarıb. Yəni 25 başlanğıc koordinatıdır, 5 son koordinatıdır. Nə qədər məsafə qət elədi, nə qədər yerləşmə icra elədi? Yəni 5-dən çıxaq 25-i da biləcək 20. Yəni yolu soruşur, müsbət olacaq. Müsbət 20 metr C variantı. Yerləşməsi mənfi 20, yolu soruşduğu üçün yol müsbət skalar kəmiyyətdir. Olacaq müsbət 20 C variantı.
5 düz xətt hərəkət edən iki cismin sürətinin praksisinin zamanı qrafiklər verilmişdir. Müşahidə anından 5 saniyə sonra cisimlər arasındakı məsafəni hesablayın. Əks istiqamətdə hərəkət ediblər. Biri müsbətdir, biri də mənfidir. Əks istiqamətdə hərəkət ediblər. Bunların mən getdikləri yolları tapsam, VT astlığında yaranan fiqurun sahəsi mənə verir yolu. Yəni bu birinci cisim olsa, olacaq S1 bərabərdir 5 vurulsun 5 düz bucağıdır. Olacaq 25 metr. İkinci cismin getdiyi yol olacaq bu hissə. Yəni mənfi 10 vurulsun 5 mənfi 50 metr. Birincinin yerləşməsi 25-dir, ikincinin yerləşməsi isə mənfi 50-dir. Və onun arasındakı məsafə nə deyir? Yəni yoldaşlar, bu belə bir şeydir. X oxu boyunca hərəkətdir. Və burada əks istiqamətdə hərəkət baş verir. İkincisi, biri X oxu istiqaməti 25 metr gedir. Digəri X oxunun əksi istiqamətində 50 metr gedir. Yəni mənfi 50 onun X oxunun əksi istiqamətdə getdiyini göstərir. Və əks istiqamətdə olduqları üçün onlar arasındakı məsafəni tapanda nə edirəm? Toplayıram. 25-in üstünə 50 gələcəm. Cavab eləyəcək 75 metr, yəni D variantı. Yenidən təkrar edeyim. Əks istiqamətdə olduqda arasındakı məsafəni tapanda toplayırıq. Çünki biri x oxu istiqaməti 25-də gedir, digəri isə x-in əks istiqamətdə 50 metr getdiyi üçün arasındakı məsafəni tapanda toplayırıq. Amma ikisi də eyni rübdə olsaydı, yəni ikisi də müsbət olsaydı və yaxud ikisi də mənfi olsaydı arasındakı məsafəni tapanda çıxırdıq. Eyni istiqamətdə olanda artıq arasındakı məsafəni tapanda çıxılır. Misal üçün, əgər ikisini də müsbət alsaydım, yəni biri 25 olsaydı, digəri də onunla eyni istiqamətdə 50 olsaydı, arasındakı məsafəni tapanda artıq 50-dən çıxacağım 25-i. Çünki eyni istiqamətdə hərəkət edib, arasındakı məsafə sadəcə bunların fərqi olacaq. O da eləcəkdir 25 metr olacaqdır. 6-da da artıq burada gördüyümüz kimi eyni istiqamətdədir. Çünki ikisi də müsbətdir. Alınacaq. Ona görə də arasındakı məsafəni tapanda çıxacaq. Yəni SK-nı tapsaq 15-i vuracağım 4-ə. 4 saniyədə sürəti 15-dir. Olacaq 60. SA-nı tapsaq isə 5-dir bura. Sürəti 5-dir A-nın sürəti. 5-i vuracağım 4-ə eləyəcək 20. Və eyni istiqamətdədir. Yəni biri 60 metr sağa gedir, digəri də 20 metr sağa gedir. Arasındakı məsafəni tapanda nə edirəm? Arasındakı məsafəni tapanda çıxıram. Yəni SK çıxılsın SA 60-dan çıxacağım 20-ni. Cavabımız eləyəcək 40 metr. Yəni C variantı. 7-ci sual. O x oxu boyunca hərəkət edən və başlanğıc koordinatları eyni olan cisimlərin sürətinin proyeksiyasının zamanlaması qrafikləri verilmişdir. 6 saniyənin sonunda bu cisimlər arasındakı məsafə 180 metr olarsa, K cisminin sürətini hesablayın. Burada cavabdan gəlməliyik. Deməli, SK-nı tapsaq, SK bərabərdir x bilmirəm bir tərəfi 6x. Onu tapdım sahəsini. SM-i tapsaq, mənfi 10 vurulsun 6, yəni mənfi 60. Əks istiqamətdədir. Yəni biri 6x sağa gedib, digəri 60 əks istiqamətdə gedib. Onda toplayırıq. Yəni SK plus SM 60 plus 6x. Bunun cəmi bizə nə qədər verir? Bu cisimlər arasındakı məsafə 180-dir. 180. 6x bərabərdir. 180-dən çıxacağım 60-ı 120. X bərabər olacaq 20. Cavabımız olacaq C variantı. Mənfi şəxsi sadəcə bunun əks istiqamətdə olduğunu göstərir. 8. Koordinatın zamanı hansı qrafikin əsasən hansı zaman intervalında cismin sürətinin proyeksiyası müsbətdir? Qrafik yuxarı doğru meyllənirsə, cismin sürətinin proyeksiyası müsbət olacaq. X-in T-dan asılılığında. 0-dan T1-ə burada görürəm ki, qrafik aşağı doğru meyllənir. Deməli, proyeksiyası mənfidir. Yuxarı doğru meyllənən T2 ilə T3-dür. Yəni bu. Deməli, cavabımız olacaq C variantı. 9. Düz xəttə hərəkət edən cismin koordinatının zamanı hansı qrafikindən asılı qiymətləri cədvəldə verilib. Aşağıdakı ifadələrdən hansı və ya hansılar doğrudur? Başlanğıc koordinatda görürəm ki, 5, 5, 5, 5 azalır. Yəni, hər bir saniyədə bu koordinat 5 azalıb. Deməli, 6 saniyədə olacaq 0. 0-da 30, 1-də 25, 5, 5, 5, 5, 30 xətti bərabər sürətdə hərəkətdir və 6-cı saniyədə olacaq 0. Deməli, bizə də deyir ki, nə deyir burada? Yenidən.
Böyle 6, bu da 0. Bir cisim x ox istiqamətə bərabər sürətlə hərəkət edir. Cisim x olan əks istiqamətə bərabər sürətlə hərəkət edir və 6-cı saniyənin sonunda cisim koordinat başlanğıcı olacaq. Koordinatı getdikcə azalırsa, yəni belə bir şeydir. X-in t-dən asılını çəksək, yəni başlanğıcda zaman 0 olduqda bu 30-da idi. Sonra 1 saniyə ərzində bunun qiyməti düşdü 25-ə, sonra düşdü 2 saniyə ərzində 20-yə, yəni getdikcə azaldı. 3 saniyə ərzində düşdü 15-ə, 4 saniyə ərzində düşdü 10-a, 5 saniyə ərzində düşdü 5-ə, sonra da axırda düşdü 0-a. 6 saniyədə düşdü 0-a. Yəni belə bir şeydir. Şəkil biraz qabiliyyətim zəif oldu. Çox sağ olsun. Deməli, əsas mahiyyət budur ki, bu qrafik aşağı doğru meylənir. Çox gözəl düz xətt çəkdim. Sağ ol. Bu düz xətt. Tutaq ki. İndi aşağı doğru meyləndiyi üçün deməli bu x-in əks istiqamətdə hərəkət edir. Yəni iki variantı doğrudur. Qrafik yuxarı doğru olsaydı x-in t-dən asılığında x-o istiqamətində sürət müsbət proyeksiyası olacaqdı. Qrafik aşağı doğru meyləndikdə isə artıq sürət mənfi proyeksiyada x-in əks istiqamətdə hərəkət edir. Bu da aşağı doğru meyləndiyi üçün x-in əks istiqamətdə hərəkət edir. Sonra 6-cı saniyənin sonunda da cismin koordinat başlanğıcı olduğu, yəni qiymətinin 0 olduğunu da qeyd eləmişəm. 6-cı saniyənin sonunda artıq o başlanğıc koordinata gəlir. 2, 3 variantı doğrudur. 9-da cavab olacaq D variantı. 10. Cismin sürətinin proyeksiyasının zamanlas qrafiki verilmişdir. Hansı qrafik bu cismin yerləşməsindən proyeksiya zamanlaslığı düzgün təsvir edir? Aha. Burada sürətin proyeksiyası mənfidir. Onu da S-in T-dən asılını çəksək, yerləşmənin proyeksiya zamanlaslığı düz mütənasib olacaq və sürətin proyeksiyası mənfi olduğu üçün bu da mənfi rübdən çəkiləcək. Cavabımız olacaq B variantı. A variantı x olan əks istiqamətində yeniləşəndir. C variantı x oxu istiqamətində, yəni sürətin proyeksiyası müsbət olduqda bərabər sürətlidir. D variantı x olan əks istiqamətində bərabər yavaşlayandır. Y variantı da x oxu istiqamətində bərabər yavaşlayandır. 11. Koordinatın zamanı aslı qrafiklərin əsasında aşağıdakılardan hansı doğrudur? Buradan biz v bərabərdir ilə x çıxılsın x0 bölünsün t-dən həm v-ni a-nı həm də b-ni tapa bilərik. V bərabərdir a-nın son koordinatı 50, başlanğıc koordinatı 0-dır. Yəni fərqi olacaq 50 böləcəm zamana. Neçə saniyə ərzində baş verib? 2 saniyə ərzində olacaq 25. B-ni tapsaq yenə son koordinatı 50, başlanğıc koordinatı 0-dır və neçə saniyə ərzində olub? 4 saniyə ərzində. Bu da olacaq 12,5. Deməli, VA VB-dən 2 dəfə böyükdür. Yəni, 1 variantı doğrudur. Cavabımız olacaq yalnız 1-də, yəni C variantı. 11-də C. 12. İki cismin hərəkət təhlükələri verilib, görüşənə qədər birinci cismin getdiyi yolu hesablayın. Əvvəlcə yoldaşlar, burada görüşdükləri üçün yenə koordinatları bərabərləşdirək. Yəni, 10T çıxılsın 4 bərabərdir 20 plus 8T. 2T bərabərdir 24, T bərabərdir 12 saniyə. Deməli, bunu 12 saniyədə görüşdülər. Və bizə deyir ki, birinci cismin getdiyi yolu tap. Birinci cismin sürətini tapsaq, koordinat tənliyində x bərabərdir x0 plus vt-də burada sürət t-nin əmsalıdır. Yəni, burada 10, burada isə sürət 8-dir. Bizə birinci cisim dediyi üçün elə birinci cismin sürət 10-dur. Burada getdiyi yolu tapsaq, v1 vurulsun t, yəni onu vuracağam zamana 12-yə eləyəcək 120 metr. 120 metr məsafə qət etmiş olur. 13. Cisim müstəvi üzərində düz xətt üzrə hərəkət edir. 4 saniyə ərzində A nöqtəsindən B nöqtəsinin yerini dəyişir. Bu zaman cismin sürətinin x, y oxu üzrə proyeksiyalarını və sürətin modunu yerə salın. Deməli, 13-də yoldaşlar biz nə edə bilərik? X-i 8-dir A-nın x-i. A nöqtəsinin x-i. Və B nöqtəsinin x-i isə -4-dür. Onda x oxu üzrə yer dəyişməsi olacaq. 8-dən -4-ə gəlib. Yəni, -4 çıxılsın 8. Sondan başı çıxırıq. Yəni, A-dan B-yə gəlib. Olacaq -12.
Y oxu üzrə yerləşməsini tapsaq, AY bərabərdir 20, BY bərabərdir 4. 20-dən 4-ə gəlib, onda yerləşməsini tapsaq, SY tapsaq, Y oxu üzrə yerləşməni, 4-dən 20-ni çıxacaq, eləcək -16. Biz onsuz modulunu istədikləri üçün birinci fraksiyasını tapaq. Deməli, burada Vx-i tapsaq, Vx bərabərdir Sx bölünsün T. Sx-i -12, zaman neçədir? 4 saniyə. 4, bu eləyəcək -3. Deməli, Vx -3-dür. Vy tapsaq, Sy böləcəm T-yə. Sy tapdıq -16, böldüm zamana 4-ə, bu verəcək -4. Modulunu necə tapacaq? Modulunda Pifaqorla gedirik. Kök altı Vx kvadrat plus Vy kvadrat. Yəni, -3-ün kvadratı plus -4-ün kvadratı. Bu da verəcək qiymət neçə? 5 metr bölünsün saniyə. Davam eləyək. On dördüncü xəttə hərəkət edilən iki mat nöqtənin koordinatının zamanası qrafiklər verilmişdir. K nöqtəsinə uyğun zaman anında nə baş verir? K nöqtəsinə görürəm ki, koordinatlar bərabərləşir. Deməli, cisimlər görüşürlər. Cisimlər görüşürlərsə, cisimlər arasındakı məsafədə deməli sıfırdır. Məsafə yoxdur ki, cisimlər görüşür. Və biri x ox istiqamətdə hərəkət edir, yəni qrafik yuxarı doğrudur. Digəri isə x10 əks istiqamətdə hərəkət edir, qrafik aşağı doğrudur. Ona görə cisimlər əks istiqamətdə hərəkət edirlər. Cavabımız olacaq 1, 2 və 5. 15. ABC-də traktor üzrə hərəkət edən A nöqtəsindən D nöqtəsinə gedən maddi nöqtənin yolunu və yerləşməsinin modulunu deyil hesablayın. Deməli, biz burada yoldaşlar nə edə bilərik? Hər dama 5-dirsə, bura 2 damadı oldu 10, bura 3 damadı oldu 15, bura 2 damadı oldu 10. Bizə burada yolu tap desə, hamısını cəmləyirik. 10 plus 15 plus 10. Bu bizə verir 35 desimetr. Sonra metrə çevirsək 3,5 metr. Çünki 1 desimetr 1 metr 10 desimetrdir. Ona böldüm qiymət. Yolu tapdım. Yerləşməni necə taparam? Yerləşməsi isə bu A-dan D-yə ən qısa məsafə. Yəni bu. Başlanğıc nöqtəni, son nöqtəni birləşdirən istiqamətlərin düz xətt parçası yerləşmədir. Yaxşı, bunu necə tapa bilərəm? Bunu davam etdirsəm, düz bucaq, uç bucaq şəklinə gətirsəm. Bura 10-dursa, deməli burada 10-dur. Bu da damalardır, yəni 3 dənə dama, burada 15-dir. Deməli, bura 10, bura 10, burada 15, yəni belə bir şeydir. Aşağı tərəf 20-dir. 4 dənə dama. Yuxarı tərəf 10, 15-dir. Burada Pifaqorla mən x tapmalıyam, yəni yerləşməm budur. Bərabər olacaq kök altında 20-nin kvadratı plus 15-in kvadratı, yəni 400 plus neçə eləyəcək? 15-in kvadratı 225. X bərabərdir 625. 625-dən kök necə çıxır? 25. Deməli, bizim yerləşməmiz 25-dir. Və 25 yerləşmə 25-dirsə, amma desimetrdən tapmışam. Bunu metrə çevirsəm, təzədən ona böləcəm. Cavabımız eləcək 2,5 metr. Deməli, yol 3,5, yerləşmə isə 2,5 metrə bərabərdir. Və 16-cı sual. Maddi nöqtə düz xəttə bərabər sürətlə hərəkət edən 2 saniyə ərzində bir nöqtəsinə 2 nöqtəsinə gəlir. Maddi nöqtənin sürətinin x oxu üzrə proyeksiyasını və sürəti modulunu hesablayın. Deməli, yoldaşlar, x oxu boyunca görürəm ki, 10-dan 5-ə gəlir. Deməli, x oxu üzrə yerləşməsi x çıxılsın x0. 5-dən çıxacam, onu sondan başa çıxacağım. Deməli, -5-dir proyeksiyası. Və sürətini tapsaq, Vx bərabər x bölünsün t. Yəni, sx-i -5 zamanı bizə neçə verib? 2 saniyə. 2-yə bölsə, bu bizə verəcək -2,5. Deməli, burada cavabımız olacaq -2,5. 16-da birin cavabı -2,5. Y oxu üzrə proyeksiyasını tapsaq, Y oxu üzrə yerləşmə yoxdur. Çünki 5-də başladı, elə 5-də də qutardı. Yəni, eyni nöqtədə qalıb. Onda elə 5 çıx 5, yerləşməsi 0-dır. Onda deməli, sürəti də yerləşmə olmadığı üçün 0-dır. Və modulunu tapsaq, onsuz da bir dənə proyeksiyası 0 olduğu üçün digər modulu elə o biri proyeksiyasının qiyməti olacaq. Yəni, elə cavabımız olacaq 2,5. Və modul dediyi üçün mənfi qiyməti nəzərə alınmır. Proyeksiyasının biri 0-dırsa, modulu elə avtomatik o birinin qiymətini alır və mənfidirsə müsbət olur.
Deməli 17. Yol zaman qrafikinə əsasən qeyd olunan nöqtələrə uyğun sürətin qiymətləri arasındakı münasibəti tapın deyir. 1, 2 onsuz eyni qrafik üzərində olduqları üçün 1 və 2-dəki qiymətlər bir-birinə bərabərdir. Yəni V1 bərabərdir V2 eyni qrafik üzərində olduqları üçün. 3-ü müqayisə eləsək, birdən üçə doğru getdikcə, birdən üçə doğru getdikcə S sabit donsuz, T artır, zaman artır və V bərabərdir S bölünsün T-yə görə. Zaman artdıqca nə olacaq? Sürətin qiyməti azalmış olacaq. Ona görə də V3 ən kiçik olacaq. Və yaxud başqa cür baxa bilərsiniz bucaq kimi. O bir yolla gedə bilərik. Bucaq kimi baxsaq, bu 1-2-nin bucağı bu boyda, 3-ün bucağı isə bu qədərdir. Və yuxarı aşağı böləndə bizə verəcək tangens alfanı. Tangens alfası S bölü T, bu da verəcək V. Ona görə də tangens alfa artan funksiya olduğundan bucağın qiyməti artdıqca sürətin qiyməti də artacaq. Və sürətin qiyməti artdığı üçün deməli 1-2-dəki qiymət 3-ə nisbətən daha böyük olacaq. Bucaq böyüdükcə burada tangens alfa funksiyası olan sürətin də qiyməti artır. Yəni qrafik koordinat başlanğıcından gəlirsə, yuxarı aşağı böləndə tangens verir, aşağını yuxarı böləndə onun tərsi olan kotangensi vermiş olur. Davam edək. Son sualımız qalıb bir dənə. Bu da ən rahat sual. Boş xanalara müvafiq fiziki əməliyyatın işarələrini yazın deyir. Bu x çıxısın x bölünsün t-dir. Sürətin proyeksiyasının ifadəsi. Burada x olsa x bərabər x0. Buradan düsturdan alır elə vt. Yəni və yaxud s. S bərabər x çıxısın x0 olduğundan buradan x-i tapsaq x0 plus sx olacaq. Deməli buradakı cavab sx-dir. Və burada da elə sx olacaq. Sx bərabərdir vxt. İzahımız bu qədər yoldaşlar. Növbəti izahlarda görüşənəcək özünüzdən müğayyət olun.